Salam dostlar, hər vaxtınız xeyir olsun. Bu gün sizə mübtəda və xəbər arasında olan uzlaşma əlaqəsindən danışacağam. Mübtəda və xəbər arasında uzlaşma iki cür olur. Şəxsə görə uzlaşma, kəmiyyətə görə uzlaşma. Şəxsə görə uzlaşma nə deməkdir? Yəni mübtəda neçənci şəxsdədirsə, xəbər də o şəxsdə olmalıdır. Əksi halda hansısa fərqli şəxsdə olarsa, deməli onda mübtəda və xəbər arasında şəxsə görə uzlaşma pozulmuş olur. Kəmiyyətə görə uzlaşma nədir bəs? Deməli, əgər mübtəda cəmdədirsə, xəbər də cəmdə olmalıdır. Mübtəda təkdədirsə, xəbər də təkdə olmalıdır. Əksi halda biri təkdə, biri cəmdə olarsa, deməli orada mübtəda və xəbər arasında kəmiyyətə görə uzlaşma pozulur. Bunu da kiçik bir qeyd olaraq demək istəyirəm ki, əgər mübtəda və xəbər arasında kəmiyyətə görə uzlaşma pozularsa, amma orada şəxsə görə uzlaşma pozulmayıbsa, deməli hələ də mübtəda və xəbər arasında uzlaşma əlaqəsi var. Amma mübtəda və xəbər arasında kəmiyyətə görə uzlaşma pozulmasa da, şəxsə görə uzlaşma pozulubsa, biz deyirik ki, mübtəda və xəbər arasında uzlaşma əlaqəsi yoxdur. Çünki biz əsas şəxsə görə uzlaşmanı götürürük. Bunu da yadınızda saxlayın. Gəlin nümunələrə baxaq. Deyir, gəldim. Kim? Mən. Deməli, burada nə şəxsə görə, nə də kəmiyyətə görə uzlaşma pozulmayıbdır. Çünki mübtəda birinci şəxsdədir, xəbər də birinci şəxsdədir. Mübtəda təkdədir, xəbər də təkdədir. Gəlin ikiyə baxaq. Deyir ki, mənəm. Kim? Gedən. Deməli, mübtəda üçüncü şəxsdədir. Deyir gedən, kim? O. Xəbər isə birinci şəxsdədir. Deməli, burada şəxsə görə uzlaşma əlaqəsi pozulubsa, deyirik ki, burada uzlaşma yoxdur. Çünki niyə? Şəxsə görə uzlaşma yoxdur burada. Ona görə baxırıq üçüncü nümunəyə. Deyir, onlar gəldi. Gəldi. Kim? Onlar. Deməli, xəbər təkdədir, mübtəda isə cəmdədir. Amma mübtəda da xəbər də üçüncü şəxsdədir. Şəxsə görə uzlaşma var. Amma kəmiyyətə görə uzlaşma pozulub. Yenə də burada uzlaşma əlaqəsi mövcuddur. Çünki dedik ki, əsas şəxsə görə uzlaşmadır. Sadəcə deyirik ki, kəmiyyətə görə uzlaşma burada pozulub. 4-ə baxaq. Deyir ki, gəldilər. Kim? Onlar. Deməli, burada həm şəxsə görə, həm də kəmiyyətə görə uzlaşma qorunub. Yəni, mübtəda cəmdədir, xəbər də cəmdədir. Mübtəda üçüncü şəxsdədir, xəbər də üçüncü şəxsdədir. İzah bu qədər idi dostlar. Ümidvaram ki, sizin üçün xeyirli olmuşdur. Sizin də başa düşmədiyiniz, sizə çətin gələn bir mövzu varsa, qeyd eləyə bilərsiniz şərhlərdə, izah etməyə çalışarım. Bu kimi izahları qaçırmamaq üçün kanala abunə olmağı, bildirişləri açıq qoymağı unutmayın.